Özünü itirmə biraz pulun çoxalan kimi, sevinmə. Sevinməli bir şey deyil. Sənin üçün yaranıb o, sənin üçün xəlq olunur. Sən deyə bilərsən, bəs dünyanın əsiri olan adamlar var, amma dünya da əllərində var. Bilirsiniz, əvvəla dünyanın əsiri olan çox adam da var, dünya əlində yoxdur, bu bir. İkincisi, dünyaya əsir olan adam, dünya ona gələ bilər ona tərəf, amma onu alçaldaraq gələcək və o dünyadan ləzzət ala bilməyəcək. Məqsəd nədir? Məqsəd pulu yığıb saymaqdır, yoxsa insan kimi ləzzətlə yaşamaqdır. Bir nəticədə ki, sən özün ləzzətlə yaşaya bilməyəcəksən, deməli, dünya sənə müxalifdir, yəni sənə istədiyi vermir, arzuladığı vermir. Kim dünyaya təzim edirsə, onu mütləq arzusuna çatmayacaq. Həmişə gözü axtaracaq nəyəsə, gözü işıqlanmayacaq. Yəni, könül dolusu, göz dolusu dünyadan yiyə bilməyəcək, istifadə edə bilməyəcək.